Qardaş, növbəti əlim yandı ilə gəldik hara? Şüvəlana. Şüvəlanın ən ideal bir ərazisinə. Bir halda ki, evimizə 70.000 manat endirim gəlib. Bax, səmimi, şəxsi tikili. Qardaş, həqiqətən bu əlim yandı deyil də, əsl əlim yandı 70.000. Bir dənə çək buranı, bu gördüyünüz əşyaların da hamısı sizlər üçün hədiyyə. Heç nə ev sahibi götürmür. Xaricə gedir deyə bu qiymətə belə bir dənə gözəl evi çıxardıb satışa. Bax, kondisioneri, bahalı televizoru. Hamısı bahalıdır. Divanları da göstər. Hamısı bahalı. Bax, bahalı divanı. Hamısını dənə-bədənə. Bax, gördüyünüz nə görürsünüz, hamısı qalır. Hamısı qalacaq. Təsəvvür eləyin ki, dəyərindən çox ucuz qiymətə ev alırsan. Mətbəxtini də götür, qardaş, zəhmət olmasa. Həqiqətən. Bir bütün detallarını sizə incəliklə göstərim. Bax, ən brend paltar yuyan maşını 2700 manat alıb. 2500 alıb. Dostlar, heç nəyi götürmür. Hamısı istipoldur. Bir də şəxsi tikili evdir. Qiymətinin də axırda deyəcəyin ki, əsl əlim yandı neçəyə verilir. Götür, qardaş. Bax, kondisioneri bu otağında da var. Belə şkabı var, hər şey var. Yəni ev hamısı, sahibi həqiqətən də çox endirimlə gəlmişik. Bu yataq otağında götür, zəhmət olmasa. İstipol, paket qupça, ipoteka yararlı olmaqla. Hə, gəl qardaş. Bax, burada da bu hissəsini də göstərim. Bax, sanuzeridir. Hə. Burada da növbəti bu otağında bir dənə sanitar qovşağı var. Zəhmət olmasa onu da götür içərdən. Bizə dəqiqə çəkirəm. Bax, qardaş, burada da yenə kondisionerini göstərirəm. Hamısı bahalı brend mallardır. Yataq otağındakı sanuzerdir. Hə, demək indi keçirik həyətə. Hələ gəl bunun basenini də çək. Ən ideal variant hal-hazırda yaşamaq üçün nədir? Bu hissəsini də şüşə qoyub açılıb bağlanan kimi eləmək olar. Ha, dostlar, bu da bizim evimizin çöl görünüşü. Bu da baseni, elə bir dənə okean. Okean, həqiqətən. Böyük şəkildə baseni, bu cür modern üslubda evidir. Hələ bisetkanı da götür, qardaş. Yayda bisetkası da var. Bax, qardaş, çöldə bir dənə bahalı xaladelnik verilir. Xaladelnik də var. Axşam evin işıqlandırılması. Bu stollara ən azı verməyibsə 1500 kompletinə pulu verilir. Aşağı işıqlandırması da qəşəngdir. Bir də ki, yolunda götürüb sal. 2 dənə maşın var. Özü dönən kimi də mərkəzi yoldur. Qapısının ağzına kimi asfaltdır. Asfalt yoldur. Bir də, ay qardaşım, bir dənə bunu göstərək ki, Şüvəlanda hər deyilən yerdə şirin suyu yoxdur. Bax, devlət qoylası varıdır. Dostlar, gələk qiymətimizə. 245.000 manata tam olaraq əşyalı. Hələ yenə də endirim eləyər qardaşım, deyir gəlsin. Endirim olacaq. Evimiz gəlsin, licmi gəlsin. Bir də şəxsi tikilidir. Kimə maraqlı olsa 050 798 98 99 takib at buraya yazın. Bir bu videonu qaldıraq ki, ev sahibi xaricə getməlidir. Çox əlim yanında satır. Bəli. Kim alarsa Allah xeyir versin. Allah xeyir versin, bəli.